OBD qəsəbəsi Rəşid Bağırov küçəsi 36-12 B ünvanındayım. Baxın, sıraya yaxındakı evin altı biçim. Təbii ki, buradan dərinlik, böyüklük və digər yaxınlıqdakı evlərin zərərləri. İhtimal edilir ki, altından su xətti keçir və onun da dərinlikdə kollektor xətti keçdiyi üçün bu vəziyyətə düşür. Deyilənə görə 2014-cü ildə bunun arxasındakı başqa evdə də eyni vəziyyət yaranmışdı. Yəni evin altı qəzalı vəziyyətdə.